Salam, hər vaxtınız xeyirli olsun. Bu günləri Dövlət İmtahan Mərkəzinin 11-ci sinif şagirdlər üçün keçirdiyi imtahanda informatika fənninin izahına baxırıq. 61-ci sualda Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. M24 verib, m faiz 3 bərabərdir 0-a. Şərt ödəyir, s artırı olur 1. Deyir, m demək burada 24-ün 4-ə bölünmüş qalığı 6-dırmış, şərt ödəmir. Düşür aşağı, deyir, elif əks halda soruş gör, s faiz 8 bərabərdir 0-a. 1 faiz 8 sıfıra bərabər deyil. Yeni şərt ödəmir. S-in üzərinə gəlir 6 olur 7. Və düşür aşağı S bərabər S plus M. 7 plus 24 eləyir neçə? 31. 62. Python deyil bu. Demək. 67-ci sual. Python dilində yazılmış proqram nəticəsini müəyyən eləyin. Belə bir siyahı verir. Foreign range-də bir siyahı elementlərini götürür. Buna nəyi mənimsədir? K həmin bu element. K burada demək nədir? Alt proqramdır. Gəlir bir-bir elementləri atır bura. B olur 13. For in range bir-bir bunun daxilində gəzir. Demək bu bizdə nə iş görür? Bu bizdə o işi görür ki, demək 1-dən B plus 1-ə qədər gəlib. Bölən sayı 2-yə bərabərsə return B. Return B əks halda demək sadədirsə olduğu kimi qaytarır. Daxil ədəd olduğu kimi qaytarır. Mürəkkəbdirsə bir vahid çıxıb qaytarır. Tamam. 13 sadədir. Olduğu kimi yazdı bura 13. 25 sadədir, xeyr, sadə deyil. 25 çıx 1 oldu 24. 13 24 bu da elədi C variantı. Demək burada yoxdur. 71. Aşağıdakı proqram fraqmentinin yerinə yetirməsi nəticəsində hansı ifadənin qiyməti hesablanar? Demək burada yazıb ki 1 bölünsün i-dir. I nədir? 1-dən n-ə qədər ədədlərdir. Sonra demək burada alınmış bunu p-nin üzərinə gəlir. Daha sonra s plus həmin ədəd plus 1 bölünsün p. Tamam. P burada ilkin dövr üçün P-nin ilkin dəyəri 0-dır. 1 bölünsün 1 alınır. Ümid edirəm hamı məndən razıdır. İlkin dəyər i-nin dəyəri 1-dir. S bərabər olur. S-in dəyəri 0-dır. 0 plus 1 plus 1. Yəni 2 bölünsün P. P nədir? 1-dir. 2 bölünsün 1. Bunu tapdım birinci dövr üçün. Düzdür. Davam edirəm. Demək, i gəlir 2 dəyərini alır. 2 bölünsün P bərabərdir. P plus P-nin dəyəri buydu. Bunun üzərinə gəlir. 1 bölünsün 2-ni. 1 bölünsün 2. Daha sonra S bərabərdir. S plus i plus 1 yazılır. 2 plus 1 3 bölünsün P. P-nin dəyəri burada neçə oldu bizdə? Demək 1,5 3 bölünsün 2-dir. Demək 3 bölünsün 2. 3 bölü 2. 3 bölünsün 2. Tamam. 2-nin üzərinə 1 gəlir olur 3. 3 bölünsün 3 bölünsün 2. Bu da eləyir məndə neçə? 2. Məntiqi ardıcıllığı tutmaq olmur burada. Prosto indi demək i plus 1. i-nin dəyərinin üzəri həmişə bir vahid yuxarı olacaq. Çünki üzərinə 1 gəlir. Bölünsün p dəyəri. P dəyəri də aldığı məxrəc i-nin qiyməti olacaq. Yəni sürətdən bir vahid kiçik olacaq. Bu da burada bir A variantında var. Bir də ki, burada Y variantında var. İndi əsas burada demək, sonda bunlar fərqlidir. Burada n plus 1 böl 1 plus 1 bölünsün 2 plus 1 bölünsün n yazıb. Burada da n plus 1 yazıb. Aha. Tamam, n plus 1 daha doğrusu burada nə fərqi var ki? 1 plus 1 böl 2 plus 1 böl n. Qarşıda deyəsən fərqi var. Hə, bu 1-dir, bu 2-dir. Tamam. Biz ilkin dəyər neçə almışdıq? 2 almışdıq da, düzdür. S dəyəri üçün 2 almışdıq. Yəni 0 plus 2 bölünsün 1 eləyir. Yəni cavab eləyir A variantı. Davam edirik burada. 78-ci sualdan. Topluda var bu sualdan. Demək, A bərabərdir 5 verib. B bərabərdir FA yazıb. FA gəldim bura. M-in yerində A dayanacaq. Yəni 5 dayanacaq. Yazır ki, M bərabərdir. 5 vurulsun, 2 vurulsun. GM alt proqramı. GM alt proqramın nəticəsi burada nə olur? 5-i gəlib atıram, baxın bura. K-nın yerinə atıram 5-i. Nəticə olaraq məndə neçə olur? 5 vurulsun 4 olur 20. Ümid edirəm, hamı razıdır. Buraya gəldim, yazdım 20. Düzdür. Onda nə olur? M vurulsun, 2 vurulsun GM. M-in dəyəri 5 idi. 5 vurur 2 elədi 10. Demək, burada 10-u da vurur 20-yə. Bu oldu 200. Birinci M-i tapdım 200. Sonra yazıb ki, N bərabərdir GM. M-in dəyəri 200 oldu. Yəni, bu dəfə K-nın yerinə 200 atır. Başlayır bu alt proqramı həll eləməyə. 200 vurulsun 4 olur məndə necə? 800.
Burada da nə yazılıb? N də bərabərdir 800 plus 10. Elədi məndə neçə? 810. Sonda da n plus n. 810-un da üzərinə gəlir bu 200-ü. Bu da məndə eləyir neçə? 1010. A variantı. 79. Pythonda yazılmış proqram nəticəsini müəyyən eləyin. Print z. Z nədir burada? STR x. Tamam. STR x. İlk öncə biz bunu həll eləməliyik. X bərabərdirmi ona? Bəli, şərt ödəyir. Y-ı elə də 20. Laf yaxşı. Z bərabərdir STR x, yəni 10. Bunun yanına bir dənə boşluğa atdı. Yanında da STR y 20-ni atdı. Oldu bu cür. Tamam. Sonda yazıb print z. Bunu çap eləyir. Bunu çap elədi. İndi bu hara gəlib yazdır? 10, 20. Demək, bu variantda yoxdur da bir dənə. Bunu çap elədi. Daha sonra y bərabərdir x vurulsun 2. Y-ın dəyəri 20, demək, x-in dəyəri 10 idi. 10-u vur 2 oldu neçə? 20. Elə y 20 dəyərində qalır. Sonra düşür aşağı y 100 eləyir. Yazır ki, STR x. STR x burada 10 idi. Onun üzərinə yenə də bir boşluğu gəlir. Boşluq yazıldı. STR y da bura neçədən yazır? 100-ü yazır. Nəticə olaraq nə olur? D variantı. 82-ci sualda kalkulatordan 5682-də daxil edilərsə, proqram nəticəsini müəyyən eləyin. Tamam, bu bizdə nə iş görür? Baxın, bu bizdə nə iş görür? Ədədin rəqəmləri cəmini tapır. Ədədin rəqəmləri sayını tapır. 5682. İlk öncə onu yadda saxlayaq ki, bunu K-ya mənimsədir. K-nın dəyəri 5600 neçə olur? 82 olur. Və 5682-nin rəqəm sayı burada neçədir? 4-dür. Yəni, n sonda olur 4. Bu oldu məndə nə? N-in qiyməti. İndi mən buranı silim, görün burada nə yazıb. K bərabərdir. K plus 1 vurulsun 10 üzərində n. Tamam, 10 üzərində 4 olur. Bu məndə neçə oldu? 1 arxasında 4 dənə 0 ki, birinci demişik qüvvət yerinə yetirilir burada. Daha sonra 1-i vurur buna. Bu elə olduğu kimi qalır. Bunun da üzərinə gəlir K-nı. K-nın dəyəri neçə idi? Bax, burada mənimsətmişdi. 5682. 5682. K-nın dəyəri məndə neçə oldu? Demək ki, burada 10.000-də olur 15682. Daha sonra bunu 10-a vurur, üzərinə 1 gəlir. Bu olur məndə 15680. Demək ki, daha doğrusu 10-a vuranda 156820. Üzərinə gəlir bu 1-i, nəticə olaraq olur 156821-dir variantı. Davam edirik 86-cı sualdan. Proqram icrası nəticəsində 81 ədədi çap edilərsə, n dəyişəni üçün daxil edilə biləcək ən kiçik ədədin rəqəmlər cəmini tapın. Ədədi taparam, sonra onun rəqəmlər cəmini taparam. Bu sualın izahını, buna oxşar bir sualın izahını bundan öncəki deyəsən səhvlənməmsə YouTube izahını vermişdim. Demək, 81 çap olunur. S-in dəyəri oldu 81. Bu S-in bu proqramda funksiyası nədir? Hər dövrdə neçə vurur? 3-ə vurur. 81 olubsa dövr sayı 4 tərəf icra olunur. Belə dövr sayını tapmaq lazımdır. 4-ü tapdım mən. Dövr sayı 4 tərəf icra olunubsa, hər dövrdə n-in üzərinə 17 gəlibsə, nəticə olaraq sonda n olacaq. N plus neçə? 68. Niyə 68? 4 vurulsun 17 edir 68. Və sonda bu şərti ödəməyib ki, print s-i çap edib də. Yəni, bu böyük olub 272-dən. Razıdır amma məndən. Ümid edirəm, razıdır. N neçə olub? Böyük olub 204-dən. Bunun da neçə olub burada? N olub 205. Ən kiçik qiymət oldu 205. 205-in rəqəmləri cəmi 2 plus 5 elədi neçə? 7. O video izahıma baxanlar bunu 100% ki yazır. Çünki mən orada diqqət etsin demişdim ki, birinci dövr sayını tapıram. Dövr sayını tapandan sonra kiçik ədəd mütləq ya nədənsə böyük olur, ya da nədənsə də böyük bərabər olur. İndi burada böyük bərabər şərtini verdiyinə görə böyük götürəcəm. Bunu yazacaqdınız. N böyük 204-dən 205 alacaqdınız. Sonra rəqəmlər cəmi eləyəcək neçə? 7. Demək, bu sualda biz əsas məntiqi ardıcıllıq tapmalıyıq ki, ədədlər nəyə əsasən bu cədvəldə düzülüb. Mən indi ağlıma bir yol gəlir, amma optimal yol deyil o. İndi optimal yolunu tapsam videoda izah edəcəm. O yol ağlıma gəlir ki, ədədi götürərəm, yəni daxil edilmiş ədəd. Əgər onun 3-ə bölünməsindən alınmış tam qalıq, yox, 3-ə bölünməsindən alınmış tam hissə təkdirsə, yəni mən burada nömrələyəcəm. Bu olsun məndə 0-cı sıra, 1, 2, bu prinsiplə getsin. Yəni, ABC-dən başlamıram. Tamam. Və deyirəm ki, daxil elədiyim ədədin 3-ə bölünməsindən alınmış tam hissə təkdirsə, yəni baxın, buranı ödəyirsə, bax bu hissələr təkdirsə,
Yeni bir sual verilən ki, həmin bu ədədin 3-ə bölünməsindən alınmış qalıq 2-yə bərabərdirsə, print B-ni çap elə. Bu bütün halda ödəyir də, düzdür, amma razılaşdı mənlə. Baxın, deyirəm ki, daxil olunmuş n ədədinin 3-ə tam bölünməsindən alınmış tam hissə təkə bərabərdirsə, yəni bu halları ödəyəcək də bu. Təkə bərabər. Bir dənə bunları ödəməyəcək, 6-dır, tam hissəni ödəməyəcəkdir. Mən əsas bunları götürürəm burada. Demək, bunlara görə baxacam. Bunlara ayrıca baxacam. 6-dır, 12-dir. Mən əsas bunlar lazımdır. İndi deyirəm ki, 3-ə bölünməsindən alınmış tam hissə təkdirsə, baxın, hamısını ödəyir. 4-dür, 5-dir, tam hissə eləyir, 1 təkdir, 10, 11, tam hissə eləyir, 3 təkdir. Şərt ödəyirsə və yenidən bir sual verilən ki, n faiz 3 bərabərsə 2-yə, qalığı da əgər 2-yə bərabərdirsə, B-ni çap elə. Və düş aşağı deyilən ki, B-ni çap eləyəndən sonra elif, indi mən bunları sözlə izah edirəm, indi kodda yazacam. Elif, n faiz 3 1-ə bərabərdirsə, C-ni çap elə. Bura qədər düz oldu. Düşüb aşağı deyirəm ki, else, yox əgər bu, yəni daxil olunmuş ədədin 3-ə bölünməsindən alınmış tam hissə 1-dir, təkdir. Amma burada demək, biz yoxladıq da bir-bir, n faiz 3 bərabərsə 2-yə, n faiz 3 bərabərsə 1-ə, else deyəndə n faiz 3 bərabər olacaq 0-a, yəni 3-ə tam bölünəcək. Bu halda print C-ni çap elə. Niyə print C-ni çap eləsin? Çünki 3-dür, sonra burada 9-dur, 12-dir. Bunlarda tam hissə olaraq 1 olacaq. Ona görə deyirəm ki, print C-ni çap eləsin. Bu prinsiplə getmişəm. Düzdür, biraz uzun yoldur, amma ilk ağlıma bu yol gəldi. Şimdi keçək bunun kodunu yazaq. Daxil edirəm. Burada heç bir şərt verməyəcəm ki, nə bilim, orada 122-dir, nə deyirdi, bilmədim sualda. Sualı aşağı yerləşdirəcəm. Yəni, elə bir sual verməyəcəm ki, bu 122-dən kiçikdir, böyükdür. Yəni, zaten mənə özü orada deyir ki, demək, burada daxil olmuş ədəd 1 ilə 102 arasındadır. Yəni, heç bir sual verməyə ehtiyac yoxdur. N-i daxil elədiyim, dediyim kimi sual verirəm ki, if mötədə daxilində N-in tam hissəsi, bir dəqiqə bunu dəyişim. Demək, sual verirəm ki, n-in tam hissəsi əgər təkdirsə, bərabərdirsə 1-ə, tək olduğu halda neynəsin? Yeni bir sual versin ki, if n faiz 3 bərabərdirsə 2-yə, bu halda desin ki, print B. Print B-ni çap eləsin. Və düşsün aşağı desin ki, elif, yeni bir sual versin ki, n faiz 3 bərabərdirsə 1-ə, çünki 0 olma ihtimalı var, ona görə elif deyirəm. Print C-ni çap eləsin. Print C-ni. Və düşsün aşağı bir dənə də else desin. Else olanda avtomatik n faiz 3 bərabər olacaq 0-a. Burada da desin ki, print nə? C. Print C-ni çap eləsin. Və düşürəm aşağı bir dənə else deyirəm. Ümid edirəm bunu hamı başa düşdü. İndi bir sual üstərisində mən o üzərini təkrar izah edirəm. Yenə təkrar deyirəm. N faiz 3 bərabərdirsə 2-yə, yox, n tam qalıq 3 bərabərdirsə faiz 2-yə, yəni onun tam hissəsi təkdirsə, bu şeyləri görəcək burada. Demək, nömrələdiyim 1, 3, 5 təklər sıranı görəcək. Və burada deyirəm ki, n faiz 3 bərabərdirsə 2-yə, yəni onun qalığı da 2-yə bərabərsə B-ni çap eləsin. Əks halda yeni bir sual versin ki, n faiz 3 1-ə bərabərsə C-ni çap eləsin. İndi mən burada sualı təkrar görə bilmirəm, kodu yazacağam. İndi siz suala da baxıb, koda da baxıb təyin edəcəksiniz mən hansı prinsiplə getmişəm. Burada da else deyirəm, yəni bu n2/3 bunun tam hissəsi tək deyilsə, cütdürsə, bu zaman yeni bir sual versin ki, if, indi məntiqən düşünsəm, bunların tərsi olacaq da burada. Bunu buradan kopyalayıram, Ctrl-C deyirəm. Gəlib atıram bura. Deyirəm ki, n faiz 3 bərabərdirsə, burada demək 2-yə, bu halda print B-ni çap eləsin. Daha doğrusu, n faiz 3 bərabərsə 2-yə print B-ni çap eləsin. İndi bu o şəkli görmürəm, mən təkrar edirəm. Siz şəkli görəcəksiniz bunu. Elif n faiz 3 bərabərdirsə 1-ə print A-nı çap eləyəcək orada. Çünki, baxın, daxil elədiyim ədəd, onun tam hissəsi 0-dır. Tam hissəsi 0-dır. Bu hansı hallarda ödəyəcək? Tam hissəsi 0-dırsa, nömrələdiyim 0, 2, 4 sətirlərində ödəyəcək. Və orada da sual vermişəm ki, n faiz 3 bərabərdirsə 2-yə. Həmin o cüt sətirlərdə də n faiz 3 bərabərsə 2, print B-ni çap eləsin. Burada da bütün hallarda ödəyir. Bu şərt 2-dir, sonra 8-dir. Bunların hamısını da ödəyəcək. 2 qalıq 2 eləyir, print B-ni çap eləyir. Bunu yazdım. Nəhayət olaraq da burada da demək n faiz 3 bərabərdirsə
1-ə print A-nı çap edir. Else halında da bu 0-a bərabər olacaq. Yəni burada n faiz üst bərabər olacaq 0-a, yəni tam bölünəcək. Burada deyirəm print A-nı çap eləsin. İndi biz oradakı nümunələri versək, demək, orada hansı nümunələri verib bizə? 6, 11, 22. 6-da A-nı çıxartdı. 11 B-ni çıxartdı. Bir də 22. Təkrar edirəm, bu biraz optimal yol olmadı. Yəni çox uzun getdi. Düşünürəm bunun optimal yolu var, mənə elə gəlir. İndi tapsam izahını verəcəm. Növbəti sual indi mən aşağı yerləşdirirəm. Sualda bizə deyir ki, klaviaturanın daxil edilmiş sətirdə müxtəlif simvolların sayını tapan proqramı Python dilində yazın. Bu sualı biz uşaqlarına nə qədər yazmışıq? Demək, müxtəlif simvolların sayını tapmaq nə deməkdir? Bir sətri götürərəm, sətirdəki elementləri ataram B siyahısına və deyərəm ki, bu götürdüyüm element B siyahısında yoxdursa əlavə elə də. Çünki B-dən, götürdüyüm B-dən siyahıda yoxdur, əlavə edirəm. Gedir A-nı götürür, A siyahıda yoxdur, əlavə edirəm. N-nı götürür, yoxdur, əlavə edirəm. A-nı götürür, soruşur ki, A, B bərabərdirmi? Count 0-a. Bu şərt ödəmir, çünki mən bundan öncəki A-nı atmışam B siyahısına. Bu zaman atmır. Bu halda nəticə etibarilə hər simvoldan bir dənə B siyahısına yığılır. Sonda deyəcəm ki, len B. Demək, sətri daxil edirəm, S bərabərdir, input. Bir dənə də buradan B bərabərdir, boş bir siyahı verirəm. Bir-bir bunun daxilində gəzirəm, bizə simvol lazımdır. Sual verirəm ki, if götürdüyüm I simvolunun B-nin tərkibində sayı. Ümid edirəm, hamı fikrimi başa düşdü. Sayı bərabərdirsə 0-a, yəni B siyahısında yoxdursa əlavə elə. B.append bunu əlavə elə. Tamam. Əlavə elədi, sonunda deyirəm print len B. Biz bunu çalışdıraq. Orada nümunə olaraq bizə verib ki, banan, bir də termometr. İkisini verək, kifayət edir. Banan, 3-ü çıxartdı, bir də termometr. Bu da 5-i çıxartdı. Sağ olun, növbəti videolarda görüşənədək.